Vaşinqtonda Tehranla aparılan təmaslarla bağlı yeni siqnallar verilir. Ağ Evdən səslənən son fikirlər diplomatik prosesin aktiv mərhələdə davam etdiyini göstərir. Bununla yanaşı, müzakirə olunan çərçivə sənədinin məzmununa dair bəzi məqamlar da ilk dəfə ictimaiyyətə açıqlanıb. Daha ətraflı məlumatı Vaşinqtondan xüsusi müxbirimiz Neymət Tahiroğlu çatdırır. Vaşinqtonda ABŞ-İran danışıqları ətrafında yeni detallar açıqlanıbdır. ABŞ prezidenti Donald Trump bildirir ki, tərəflər arasında aparılan danışıqlar müsbət istiqamətdə davam edir və proses bu templə irəliləyərsə razılaşma həftə sonu əldə oluna bilər. Onun sözlərinə görə hazırda müzakirələr gözləndiyindən daha yaxşı gedir. Trump həmçinin Vaşinqton və Tehran arasında müzakirə olunan ilkin razılaşmanın bəzi elementləri barədə məlumat veribdir. Prezident bildirir ki, plan İrandan uranın çıxarılması prosesini əhatə edir. Onun sözlərinə görə bu fəaliyyət gələcəkdə ABŞ və İranın iştirakı ilə birgə həyata keçirilə bilər. Trump qeyd edir ki, hazırki konsepsiya tərəflərin bu istiqamətdə yaxın gələcəkdə birlikdə işləməsini nəzərdə tutur.